Eşidərsi. Bəli, mövzumuz bəllidir. Əhl-i Beyt Qurani Kərimdə və bugünkü danışacağım ayə yeni bir ayədir. Bu ayə Maidə surəsindədir, 55-ci ayədir. Əziz Allahımız bu ayədə bir mövzuya toxunur. İnşallah başlayıram onu izah eləməyə. İnşallah. Birinci orijinaldan oxuyum. Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. İnnemâ veliyukumullah ve rasuluhu vellezîne âmenû ellezîne yuqîmûne's-salât ve yu'tûne'z-zekât ve hum râki'ûn. Bəli. Sizin vəliniz, mövlanız. İzah verərik, vəli nə deməkdir? Bəli. Sizin vəliniz yalnız, fəqət və fəqət Allahdır, Peyğəmbərdir və möminlərdir. O möminlər ki, rükû halında zəkat verirlər. Hələ ki, bu ayənin tərcüməsi. İnşallah bu ayənin ətrafında danışacaq. Bu ayəni də çox gözləyirlər təfsirini. Dünən də sual verdilər ki, haçan olacaq? Maidə 55 yetişdik axır. Yetişdik, bəli, şükür olsun Allaha. Birinci, bunun şən-i nuzulu haqqında danışım. Bir əhl-i sünnə mənbələrinə müraciət eləyək. Bəli. İlk öncə bunu deyim ki, bu Məcmuül Bəyanda buyururlar Əbazər Peyğəmbərin, o əziz səhabəsi. Hədis uzun da əvvəllərini danışmıram. Bu hissə ilə əlaqəli tərəfini danışıram. Özü buyurdu ki, bir gün Peyğəmbərlə Peyğəmbər məscidində idik. Bir sail gəldi, kömək istədi. Mən də Peyğəmbərin məscidində idim. Heç kəs heç də vermədi. Və maraqlıdır. Və o kömək istəyir, heç kəs kömək eləmir. Heç kəs heç nə vermir. Peyğəmbər də izləyir, baxır. Və o üzünü səmaya tutdu. Belə dedi, ilahi, sən şahidsən ki, mən Peyğəmbər məscidində kömək istədim, amma bu zaman heç kəs mənə inəmədi, əl tutmadı, kömək eləmədi. Bir o şikayətləndi. Deyir, orada Əmirül-Müminin oradaydı, Əli əleyhissalam oradaydı, rükû halındaydı, namazın rükûsundaydı. Əli əleyhissalam sağ əli ilə o barmağını işarə elədi ki, yəni barmağında bir üzüyü vardı, onu işarə elədi. O kəs gəldi, o üzüyü götürdü və getdi və dua elədi. Peyğəmbər bunu gördü, Peyğəmbər də bir dua elədi. Peyğəmbər özü kömək eləyə bilərdi, amma bu bir göstərici idi. Bu bir hadisə baş verməli idi, orada olan insanların imtihanı idi. Bəli, deyirlər, Peyğəmbər dua elədi, dedi, ilahi, Əmirül-Müminin Əli əleyhissalamı mənə vəzir elə, yəni mənim canişinim elə, onu mənə arxadayaq elə. Elə bir dualar elədi. Peyğəmbərin duası elə bitməmişdə də Cəbrail nazil oldu. Və bu ayəni gətirdi. İnnəmə veliyukumullah və rasuluhu vəllezine amenu ellezine yuqîmûne's-salât və yu'tûne'z-zekât və hum râkiûn. Bu ayəni gətirdi Cəbrail. Yaxşı. Baxın, bu mövzu ki, mən danışdım, Əmirül-Mömininlə bağlı namazda, rükû halında üzüyünü verib, bu o qədər məşhur bir mövzudur, o qədər dəqiq mövzudur ki, Şiyə mənbəsində icma şəklindədir, demək, alimlər deyir ki, Əmirül-Möminindir. Əhl-i sünnədə də məşhur nəzəriyyədir. Baxsız, nə qədər mənbələrdə qeyd ediblər əhl-i sünnə qardaşlarımızın mənbələrində nə qədər qeyd olunub ki, bu mövzu bax, belə oldu, Əmirül-Mömininlə bağlıdır ki, rükuda zəkat verdi. Bax, mən bir-iki dənəsini deyim, Qayətül Məramdır, bir kitabdır. Orada bu hədis haqqında 24 dənə əhl-i sünnə kitabından, 19 dənə əhl-i şiə kitabından hədis gətirir ki, bu Əmirül-Mömininlə bağlıdır və rükû halında zəkat verdi. Mən birincisini sənədin yazdım ki, biraz rahat olsunlar, qardaşlarımız eşitsin, hamı eşitsin. Eşidəndə bu ayədə hədisləri sənədlə biraz adam ürəyinə də sakinlik gəlir. Baxın, bunlar hamısı deyəcəyim adamlar əhl-i sünnənin belə deyək, məşhur alimləridir. 1. Əllamə Qazi Şəvkəni Fəthül Qədir cild 2 səhifə 50. Bundan sonra adları deyirəm, sənədlərini də qıraqda yazmamışam, istəsələr göndərərik. Sonra Sibt İbn-i Cəvzi, bu da bir əhl-i sünnə
alimidir öz təzkirəsində, belə bir əsərində. İbn Həcər Əsqalani, məşhurdur da bunlar, bilirsiniz. O öz əsərində, Kafidə. Kənzul Ummal, belə bir əsər var, Müttəqi Hindinin. O da əhl-i sünnə alimidir. Müsnəd İbn Mərduvi, belə bir alim var, əhl-i sünnə alimidir. O da orada qeyd edib. Nəsai bilirsiniz, 6 dənə mənbədən biri. Onu yazdım amma. Camiül Usul, cild 9, səhifə 478-də. Hədisi də özümdə oxudum. Şəffaflığı ilə indi deyirəm sizə. O da deyir ki, Əmirül-Müminin rükuda zəkat verdi üzüyünü. İbn Kəsir, Suyuti, Əsbabul Nuzul kitabında. Çoxdur. Mən baxırdım məsələlərə, bunu tilavi mütaliə edəndə. Bunlar hamısı əhl-i sünnə mənbəsi. Ona görə əhl-i sünnədə məşhurdur ki, bu bir mövzudur ki, Əmirül-Müminin məsciddə rüku halında zəkat verib üzüyünü. Bu, əhl-i şiyə mənbəsində icmadır, əhl-i sünnədə məşhurdur. Bura qədər belə, yaxşı. Yaxşı, davam eləyək. Bu ayədə ki, kəlmə keçib, ayə nə keçib? İnnəma vəliyyukum. Yaxşı, vəliyyukum kəlməsi. Vəli kəlməsini gələ izah edək. Çünki bəziləri daha bunu qəbul edəndən sonra mənanı dəyişiblər. Deyib, nə olsun Əleyhisselam haqqında, amma o deyil. Siz düşündüyünüz kimi deyil. Başqa mənadadır. İndi izah verirəm sizə ki, necə istəyiblər, neynəsinlər, dəyişsinlər məğzi, mənanı dəyişmək istəyiblər. Mən də onlara cavab verəcəm inşallah Allah lütfü inayəti ilə ki, məsələ otursun yerinə. Baxın, birinci ayədə nə keçib? İnnəma vəliyyukum. Sizin vəliyiniz. Vəli Quran-ı Kərimdə vilayət, vələyə, bu söz, bu kəlmə, imamətin vilayəti və s. Bu kəlmələr keçib Quranda içdən yerdə, 200-dən çox yerdə. Bu vəli kəlməsi vələyədən götürülüb. İki şeyin biri digərinə fasiləsiz yaxın olmasına deyirlər. Yaxşı, iki şeyin biri digərinə fasiləsiz yaxın olması. Hədən deyirlər, o qədər yaxında heç ortadan su keçmir. Ona deyirlər vələyə. Yaxşı, vəli. Yaxşı. Bu yaxınlığı iki cür təsəvvür eləmək olar. Çox sadə izah edəm inşallah. Bu yaxınlıq ki var, ki ortadan su belə keçməz. Bunu iki cür təsəvvür eləmək olar. Bir, üfüqi yəni belə, eninə. Bəli. Yaxşı. Yəni, eyni səviyyəli rabitə və əlaqə. Burada da heç kəsdən üstün deyil. Heç kəsin fövqündə deyil. Eyni səthdə, eyni dərəcədə, bu mənada. Eyni rabitə, qarşılıqlı əlaqə. Buraya can aydındır. Buna bir də ayə deyim sizə. وَالْمُؤْمِنُونَ وَالْمُؤْمِنَاتِ بَعْدُهُمْ أَوْلِيَاءُ بَعْدٍ. Möminlər biri digərinə vəli idilər. Yəni, nə mənada? Bir-birinə yaxındılar. O qədər yaxınlar ki, ortadan su belə keçməz. Qarşılıqlı əlaqələri var. Ünsiyyətləri var. Rabitələri var. Belə ki, yəni, nə başa düşülür buradan? Bunlar bir-birini çox istəyir. Yəni, bu qədər yaxındır deməli, bir-birlərini çox istəyirlər, bir-birlərini himayə edirlər və kömək edirlər. Bu ayə ki, keçib Quran-ı Kərimdə vəl-mu'minunə vəl-mu'minat ba'duhum əvliya'u ba'din. Burada vəli kəlməsi keçilib, əvliya kəlməsi keçib. Bir-birinə vəli idilər, yəni yaxındılar, eyni səthdədirlər, qarşılıqlı rabitələri var, qarşılıqlı əlaqələri var. Bir digərin fövqünə deyirlər. Yaxşı. Burada nə anlaşıldı? Burada vəli sözünün mənası, yəni dost, bir digərini sevmək, bir digərinə kömək eləmək. Bu qədər sadə. Amma bu vəli kəlməsinin birinci mənasıdır. Bir mənasıdır. Yaxşı, davam edeyim. Davamında, axı bizdə iki cür təsəvvür eləmək olar bu vəli kəlməsini. Düzdür, mənası bir digərinə yaxın olmaqdır. Biri üfüqidir, qarşılıqlı, eyni səthdə olmaq. Digəri şaquli. Birincidə belə dedim, ikincidə nə deyirəm? Şaquli. Biri digərinin fövqündə, amma biri digərinə yaxın. Nə mənada? Yəni, eyni səviyyəli rabitə deyil. Burada olan yaxınlıq digərlərinin fövqündə olarkən onu yaxın olmasından xəbər verir. Yaxşı? Nə mənada? Burada yanaşı yaxınlıqdan söhbət getmir. Yəni, burada yanaşı yaxınlıqdan söhbət getmir. Bu mənada olan vəli kəlməsi
Yəni o vəli bunun ixtiyar sahibidir. Bunun fövqündədir. Buna rəhbərdir. Yanaşı olanda qarşılıqlı əlaqə, dost. Yuxarıda olanda burada vəli, mövla, rəhbər, yəni bunun ixtiyarının sahibi. Bu bunun fövqündədir. Bu bunun üstündədir bu mənada. Yaxşı, bu yuxarıdadır yanıb, fövqdədir yanıb. Amma yenə də yaxındır. Yaxşı, buraya da aydın oldu. Ayə deyim dənə. Ən-nəbiyyi əvla bil-mu'mininə min ənfusihim. Peyğəmbər sizin ixtiyar sahibinizdir. Əvla kəlməsi. Bil-mu'mininə ənfusihim. Burada vəli kəlməsi seçilib, amma o demək, vəli kəlməsi keçib də bu ayədə. Bu o demək deyil ki, bunlar möminlər Peyğəmbərlə eyni səviyyədədirlər. Peyğəmbər nədir? Yuxarıdadır. Peyğəmbər fövqdədir. Peyğəmbər vəlidir, mövladır, rəhbərdir. Yaxşı. Deməli, vəli kəlməsini iki cür izah elədik. Quran-ı Kərimdən. İki dənə də ayə gətirdik. Burada keçən vəli kəlməsi, indi görək hansıdır. İndi ayədə deyir, axı, innəma vəliyyukum. Sizin vəliyiniz. İndi biz axı vəliyi iki cür məna elədik. Biri üfüqi, biri şaquli. Biri eyni səthdə, biri fövqdə. Eyni səthdə olanda dost mənasındadır, fövqdə olanda rəhbər mənasındadır. İndi ki, bu orada ayədə keçib innəma vəliyyukumullah, yəni Allah dostunuz demək istəyib, yoxsa Allah rəhbəriniz demək istəyib. Buradakı keçib innəma vəliyyukumullah, yəni mənası budur ki, Allah, Peyğəmbər və o kimdirsə o ünvan sizin dostunuzdur, yoxsa demək istəyib, onlar sizin rəhbərinizdir. Bəziləri bu hədisi ki, qəbul edib əmirül-müminindir, ondan sonra deyiblər, nə olsun burada əleyhissalam verdi. Allah deməyib rəhbərim, deyib dostunuzdur. Allahu Ekber. Deyişiblər də, yəni məğzi deyişiblər. Təəssübkeşlik. Belə deyək, məhfum, içini deyişiblər. Biz indi istəyirik bunu sübut eləyək ki, burada. Yox, qardaşım, burada dost mənasında deyil. Burada dost mənasında deyil. Burada mövzu biri digərini sevən, biri digərinə kömək edən mənasında deyil. Burada mövzu rəhbər və ixtiyar sahibi mənasındadır. Burada dost mənasında yox, rəhbər mənasındadır. Yaxşı. İndi necə izah eləyək? Nə deyək? Başlayaq izah verməyə. Deyirik ki, bir dənə ayənin əvvəlinə fikir verin. Deyir, innəma vəliyyukum. Sizin vəliyiniz. İnnəma kəlməsi, Oqtay müəllim, ərəb dilini oxuyanlar bilir. Mənası, yəni yalnız və yalnız, fəqət və fəqət. Tərcümələrdə həqiqətən keçir. Həqiqətən də keçib. Amma həqiqi mənası, yəni budur. Yəni, bundan qeyrisi deyil. Yalnız budur. Fəqət budur. Adətən, belə deyək də, öz həqiqi mənası budur. İndi başqa mənada işlənsə, nisbi mənada, orada bir gələk şərt qeyd olsun. Bir dənə qərinə deyirlər, gəlsin qıraqdan ki, değişsin öz mənası. Amma normalda mənası budur. Məsələn, şir sözünün mənası nədir normalda? Yırtıcı heyvan. Amma məsələn, məcazi mənada işlənə bilər şücaətli insana. İndi bu məcazi mənada işlənmək üçün gələk ayrıca bir qeyd gəlsin ki, bilsin, bilək ki, orada məcazi. Amma normalda bu sözün mənası özüdür. İndi innəma kəlməsi tərcümədə ərəb dilindən, yəni həqiqətən yalnız və yalnız, fəqət və fəqət. Yaxşı, buraya aydın. Gəlin, oxuyaq onu ayına. İnnəma, fəqət və fəqət, yalnız və yalnız sizin vəliyiniz Allahdır, Peyğəmbərdir və o kəslərdir ki, namazda, rükû halında zəkat verirlər. İndi əgər biz ayəni belə götürürük, sizin dostunuz Allahdır, Peyğəmbərdir, rükuda zəkat verənlərdir. Yalnız və yalnız bunlardır. Yaxşı. İndi bir adam rükuda zəkat vermədi, mənə dost ola bilməz. Yaxşı, bir demək pulu yoxdur, zəkat verəmir. Mənim dostum olmayacaq. Mütləq rükuda zəkat verməlidir. Ayə bunu demək istəyir. Bəzilərinə görə. Ayə görünən budur ki, axı belə olsa mənasını itirir. Təsəvvür edirsiniz, mən deyirəm ki, yalnız və yalnız sizin dostunuz Allahdır, Peyğəmbərdir. Bir də kimdir? Bir də rükuda zəkat verənlərdir. Bir rükuda zəkat verməsə dost olmayacaq. Axı o birisi ayədə qeyd elədi. Bə'duhum əvliya'u bə'din. Orada mütləq mənada qeyd edib, möminlər biri digər nə idi? Dostudur. Orada da qeyd vurmayıb ki, zəkat verməlisən, 100% rükuda o dost olacaqsan. Deməli, o ayədə dost mənasındadır, bu ayədə rəhbər mənasındadır. Ayə bizə izah edib də, çox özümüzü dinləməməliyik. Çətiniyyə niyə salırıq ki? Ayə özü bizə izah edib. Bu bir dəlil.
İkinci dəlil. Fikir verin. İnnəma vəliyyukum. Sizin vəliyiniz. Burada xitab müsəlmanlaradır. Burada siz var, bir də vəli var. Siz vəlidən ayrıdır. Vəliyini çəkib kənara, deyib süz. Bu vəli sizin rəhbərinizdir. Vəliyyukum deyib. Da burada ümumi götürmək olmaz axı. Hamı rəhbər olmaz ki. Deməli, buradakı ayrı vəlikum, deməli, bu kum, bu vəli, bu kumun üzərində vəlidir, rəhbərdir. Bu da ikinci dəlil ki, bu ayədən çıxarış edirik ki, mövzu nədir? Burada söhbət ki, keçir, mövzudan məqsəd rəhbər mənasındadır. Yəni, dost mənasında deyil. İnnəma vəliyyukum. Kim oldu vəliyiniz? Allah, Peyğəmbər və namaz qılanlar, namaz qılarkən rükuda zəkat verənlərdir. Yaxşı. İndi namazda, rüku halında zəkat verən niyə ayə cəm gəlib? Bu da bir sualdır da. Bir dənə belə işgal tutublar. Niyə ayədə cəm gəlib? Yaxşı. Niyə ayədə cəm gəlib? Tutaq ki, belə deyək, ayə deyir ki, sizin vəliyiniz Allahdır, Peyğəmbərdir və rükuda zəkat verənlər. Cəm deyir axı, tək deməyib. Bəli. Yaxşı, bunu cavab verək də. Qovuna cavabını verək. Baxın, bu ayə ona görə cəm gəlib ki, bütün imamları özündə ehtiva eləyə bilsin. O bir imamlarda izah verəcəm. Amma sadəcə olaraq Həzrəti Əli əleyhissalamın dönəmində ayənin şamil olacağı yeganə kəs Həzrəti Əli idi. Çünki hadisə orada baş verdi, Əmirül-Möminlə bağlı. Amma bu ayə ona görə cəm gəlib ki, bütün imamlar da özündə ehtiva eləyə bilsin. İndi bir dənə sizə hədis deyirəm İmam Sadiqdən. Gəldilər, İmam Sadiqə sual verdilər. Bu ayə cəm gəlib, ya Əba Əbdillah, cəm deyib bax Allah Teala. Sizin vəliyiniz rükuda zəkat verənlər. Bəli. Niyə bu cəmdir? İmam cavab verdi. Fəkullu mən bələğə min əvladihi. Əlinin o balaları ki var 12 dənə. Yəni balalarının balaları 12 dənə. Fəkullu mən bələğə min əvladihi məbləğəl imamə. Haçan ki, onlar imamlıq məqamına yetişdilər. Yəkunu bihəzihi sifə misləh. Necə Əlidə o xüsusiyyət vardı, rükuda zəkat verdi, bu xüsusiyyət bütün imamlarda baş verdi. Fəyətəsəddəqun və hum rəkun. Bütün imamlar rükuda zəkat veriblər. Allahu Ekber. Bu nəticə maraqlı bir ünvandır. Bu nəticə maraqlı bir ünvandır. Burada Allah nəsə işarə eləmək istəyir. Və xülasə digər imamlarımız da bu birisi mənada düzdür. O ayə gələndə Əmirül-Möminə şamil oldu. Çünki o eləyib öz dönəmində. Ondan sonra gələndə də o birisi imamlardan oldu, şamil oldu. Bu ayə deyir ki, sizin rəhbəriniz Allahdır, Peyğəmbərdir və Əlidir. Əlidir ya. Peyğəmbərdən sonra Əlidir ya. Ondan sonra davamı da var, gələcək. Və hum rəkun. Hətta bir nəfər deyirdi ki, Peyğəmbər zamanında mən 40 dənə zəkat verdim rükuda. Neçə dəfə verdim ki, mənə üçün də gəlsin. Gəlmədi. İndi orada izah verəcək ki, inşallah deyəcək ki, imamın bütün vəsfi bundan ibarət deyil, yalnız rükuda zəkat vermək. Bir vəsfi o idi. Başqa vəsflər nədir? Sabahki söhbətimdə deyərəm. Görünən budur ki, bu ayə nəyə bənzəyir? Diqqət edin. Bu ayə hara bənzəyir? Deyir, sizin vəliyiniz kimdir? Allah, Peyğəmbər, rükuda zəkat verənlər. Başda Əmirül-Mömin idi, davamı imamlar idi. Bu ayə üçlükdür. Eyni ilə bənzəyir Ətiullah və Ətiur-Rəsul və ulil əmri minkum. Peyğəmbərə, Allaha və əmr sahiblərinə itaat edin. Həmən mövzunu başqa bir vəziyyətdə əziz Allahımız bu ayədə toxunur. Bu ayənin, o ayənin fərqi budur ki, Oqtay müəllim. Burada bunların vəsfindən danışır. Bunlar necə insandılar? Bu qalsın sabaha. Mən neçədən sual çıxartmışam sabah üçün. Düşünərsiniz, bu sualları verirəm sizə. Bu necə namazdır ki, Əmirül-Möminin necə namazda zəkat verir?
Necə olur bir nəfər gəlir, onu çağırır, əli ilə salam eşidir, namaz qılır da, niyə təmərküzləşməyib Allaha? Niyə fikir dağıldı, bəzilər belə irad tutub? Bəli. İndi bunun cavabı sabah. 2. Axı bu ayə deyir, İnnəmə vəliyukumullah və rasuluhu, sizin vəliyiniz Allahdır, Peyğəmbərdir. Bir də vəlləzinə amenu əlləzinə yuqimunəs-salat və yutunəz-zəkat və hum rakun. Peyğəmbərdir, bir də kimdir? Rükuda zəkat verənlər. Orada da Peyğəmbər zamanında kim idi? Əli əleyhissalam. Necə ola bilər 2 dənə vəli eyni zamanda olsun? Bu da atıb bu iradlardan biri. Bu da Fəxri Razinin iradıdır. İnşallah sabah cavab verəcəyik. Necə olur 2 dənə vəli eyni zamanda olsun? Bunun cavabı sabah veriləcək. Allah nəsib etsin. 3-cü. Burada zəkat nə mənadadır? Zəkat axı bəllidir, bir bəzi mövzulara düşür. Üzüyü nə zəkatdır ki bu? Bu 3. İnşallah bu suallar sabah cavab verirlər Allahın lütfü inayəti ilə. Ən azı biz nəticə aldıq ki, bu ayədən nə qədər əhl-i sünnə qardaşlarımızın, bizim dəyərli, əziz qardaşlarımızın mənbələrində bu əmirül mominindən bağlıdır. Amma bəziləri istəyiblər yoxsunlar vəli kəlməsi dost mənasındadır. Necə mən kuntu mövlahu fəhaza əliyyum mövlahu da dedilər ki, orada nə olsun, Peyğəmbər də dostumdur. Dostdur da, burada böyütməyin məsələni, sevim qutardı, getdi. Necə o vəli kəlməsini dəyişmək istəyiblər, bu vəli kəlməsini də dəyişmək istəyiblər. Deyiblər, burada dostdur. Biz də bunu izah verməyə çalışdıq. Burada dost mənasında ola bilməz. Dost mənasında ola bilməz. Çünki dostluğumuz Allah, Peyğəmbər yalnız rükuda zəkat verəndən, bir rükuda zəkat verməsə dostum olmayacaq. Biri fəqirdir, zəkat verəmir. Nə günahı var ki, o mənim dostum olmasın? Dostluq elə benim bununla ölçüləcək. Görünən bu dost deyil. Görünən bu da rəhbər mənasındadır. Və orada onun xüsusi vəsiflərindən sadalanır və cəm də niyə gəlib onu izah verdim. Bugünkü söhbətimiz o qədər inşallah. Muhteşem. Allah razı olsun Hacı. O sualları